İndi isə rol teoreminin və L'Hopital Lagrange düsturuna əsasən həll olunası misalların test suallarının izahlarını verim. Deməli, 308 nömrəli sualda qaydanı izah edirəm və digərlərini də birbaşa tətbiq edəcəm. S-nin hansı qiymətində fx bərabər x kvadrat çıxılsın 4x funksiyası -1,5 parçasında rol teoremi ödənilir. Rol teoreminin ödənilməsi üçün bu funksiyanın S nöqtəsindəki törəməsi 0-a bərabər olmalıdır. Haradakı bu S nöqtəsi verilmiş -1, 5 parçasına daxil olmalıdır. Funksiyanın törəməsini alaq. Funksiyanın törəməsi 2x çıxaq 4-ə bərabərdir. Törəməni 0-a bərabər edək. X bərabərdir 2 nöqtəsi. 2 nöqtəsi verilmiş parçaya daxildirsə, deməli 2 nöqtəsində rol teoremi ödənilir. Və eyni qayda ilə da digər suallarımıza da baxa bilərik. Yenə də törəməni alaq və 0-a bərabər edək. Funksiyanın törəməsi axtarılan S nöqtəsində 0 verməlidir. Törəməsi 2x çıxılsın 6-dır. Bərabər 0-da x bərabər 3 alırıq və aldığımız 3 nöqtəsi bu parçaya daxildir. 310-cu sualda yenə də törəmə alaq. Fx-in törəməsi bərabərdir. Qüvvət funksiyası kimi baxsaq 3-də 1 əvvələ gələr. 8x çıxılsın x kvadratı. Qüvvətində də 3-də 1-dən 1 çıxanda -3-də 2. Və mürəkkəb funksiya olduğu üçün bir dənə də kök altı funksiyanın verilən ifadənin törəməsini alırıq. O da 8 çıxılsın 2x verəcək bizə. Bərabərdir 0. Bu hissə məxrəcə düşür qüvvət mənfi olduğu üçün. 0-a bərabər olması üçün yalnız sürət 0 olmalıdır. Sürətin də 0 olması üçün x bərabər 4 olur. X bərabər 4 isə verilən parçaya daxildir. 311 nömrəli sualda isə artıq Lagrange teoremi soruşulur. Lagrange teoremi nədən ibarətdir? Əgər bu parçanın uc nöqtələrini A və B ilə işarə etsək, biz elə bir S nöqtəsi axtarırıq ki, funksiyanın törəməsi S nöqtəsində bərabər olsun FB çıxılsın FA sürətdə, məxrəcdə isə B çıxılsın A. Bu qiymətləri bir-bir tapaq. FB verilən funksiyanın B nöqtəsində, yəni 0 nöqtəsindəki qiymətidir. Mən bunu böyüklə yazdım. Burada kiçiklə verilmişdi. Əsas, yəni düstura əsasən böyüklə yazdım. F0 çıxılsın F-3 sürətdə axtarırıq. Məxrəcdə isə 0 çıxılsın -3. Yerinə qoyaq. Funksiyada 0 versək 0 alar, -3 versək -27 olar. Məxrəcdə isə 0 üstə gələk 3. 27-ni də 3-ə böləndə 9 eləyir. 9 nəyə bərabərdir? Verilən funksiyanın törəməsinə. Funksiyanın x kubun törəməsi 3x kvadratı olur. İxtisar getsə qalar 3 bərabərdir x kvadratı və köklərimiz x bərabərdir müsbət mənfi kök altında 3. Amma müsbət kök altı 3 bu parçaya daxil olmadığından biz mənfi kök altı 3'ü bu teoremin tətbiqi üçün bu sualın cavabını qəbul edirik. Lagrange'ın sonlu artım düsturu elə bu indi mən yazdığım ifadədə FB çıx FA bölünsün B minusa bərabərdir teoremədəki qiymət. Rol teoremini yenə də soruşulur. Rol teoremi tətbiq etmək üçün funksiyanın teoreməsini alıb 0-a bərabər etməliyik. Amma bu parçaya daxil olan nöqtəni biz götürməliyik. Funksiyanın teoreməsini tapaq. X kubun törəməsi 3x kvadrat çıxılsın 2x çıxılsın 1 bərabərdir 0. Diskriminantını tapaq. 4 üstə gələk 12. Bu da bərabərdir 4-ün kvadratı. Deməli kökümüzün 1'i olacaq 2 üstə gələk 4 bölünsün 2a. Yəni 6 olur 1. O birisi isə 2 çıxılsın 4 bölünsün 6. İxtisar eləsək -2 bölü 6-nı, o da -1 bölək 3 olar. Və bu da parçaya daxil olan kök olaraq götürüldü. Lagrange teoremini tətbiq etmək üçün dedik funksiyanın törəməsi S nöqtəsində bərabər olur. FB yəni F3 çıxılsın FA yəni F1 bölünsün B çıxılsın A.
3-dəki qiymət 27 plus 4 31 çıxılsın 1-dəki qiyməti isə 5 olar. Düz dedim. 3-ün kubu 27, üstünə 4 gəlsəm 31. 1-in kubu 1, 4, 5. Məxrəcdə isə bölü 2. 31-dən 5 çıxsam 26, 26-nı 2-yə bölsəm 13. İndi isə funksiyanın törəməsini alım. Funksiyanın törəməsi 3x kvadratına bərabərdir. Deməli alırıq x bərabərdir. Burada müsbət mənfi 13 bölək 3, amma kökün altında. Parçaya hansı daxildir? Mənfi olan parçaya daxil deyil, müsbət olan bu parçaya daxil. Deməli Lagrange teoremi tətbiq edə bilirik. Yenə də eyni qayda, eyni düstur. Funksiyanın törəməsi C nöqtəsində bərabərdir. FB, yəni F2 çıxılsın FA, yəni F1 bölək B çıx A, yəni 2 çıx 1. 2-dəki qiymət 8 çıx 1, 7. 1-dəki qiymət isə elə 0 olar. Bu da 1, deməli 7-yə bərabərdir. Funksiyanın törəməsi 3x kvadratı bərabərdir 7 olmalıdır. X də bərabərdir müsbət mənfi 7 bölək 3, amma kökün altında. Parçaya daxil olan mənfi olan deyil, müsbət olan kök parçaya daxil olan kökdür. 316 C-nin hansı qiyməti funksiya yenə də Lagrange teoremi tətbiq etmək olar və yenə də yazdığımız qaydalarla da davam edə bilirik. Funksiyanın törəməsi C nöqtəsində bərabərdir. FB, yəni F-in 2-dəki qiyməti yerinə qoyun birbaşa. 4-ün 2-nin kubu 32. 32-dən neçə çıxmalıyam? 12 çıxmalıyam. 20, 20-nin də üstə 1, 21. Çıxaq 0-dakı qiyməti isə 1 eləyər. Məxrəci də 2 çıxılsın 0, yəni elə 2. 20-ni də 2-yə böləndə 10. Funksiyanın törəməsi bərabər olmalıdır 10-a. Funksiyanın törəməsi 12x kvadratı çıxaq 6 bərabər də 10 olmalıdır. 4-ə bölürəm hər tərəfi. 3x kvadrat bərabər 4, x də bərabərdir. Müsbət mənfi 2 bölünsün. Kök altında 3 parçaya daxil olan hansıdır? Bunların mənfi olanı deyil, müsbət olanıdır. C-nin hansı qiymətində yenə də Rolle teoremi tətbiq etmək olar. Rolle teoremi Lagrange teoremindən asandır. Çünki birbaşa teoreməni alıb 0-a bərabər eləyirik. Bu da 3x kvadratı çıxılsın 4 bərabərdir 0 olur. X də bərabərdir müsbət mənfi 2 bölünsün. Kök altı 3 parçaya daxil olan müsbət olandır, mənfi olan deyil. Rolle teoremin tətbiqi yenə soruşulur. Rolle teoremin tətbiq edək. Funksiyanın törəməsini alıram. Törəməsi axtarılan C nöqtəsinə 0 verməlidir. 3x kvadratı çıx 27 bərabər olsun 0-a. X kvadrat bərabər 9-a. X bərabərdir müsbət mənfi 3-ə və hər ikisi bu parçaya daxildir. Deməli, hər ikisində Rolle teoremi tətbiq edə bilirik. Funksiyanın törəməsi 1 nöqtəsində. Funksiya bu nisbət funksiyasıdır. Ft bərabərdir. Məxrəcin kvadratı, sürətin törəməsi vurulsun məxrəc, çıxaq sürət vurulsun. Məxrəcdəki funksiyanın törəməsi mənfi ilə olar, ona görə bunu müsbət eləyirəm. Y üstü T. Mən bu ifadəni vurub açsam, y üstü mənfi y üstü 2t ilə müsbət y üstü 2t gedər. Qalar y üstü t və y üstü t. 2 dənə y üstü t qalar. Aşağıda bir çıxaq y üstü t-nin kvadratı. Və t-yə 1 verək. T-yə 1 verəndə 2y yuxarıda olar. Aşağıda isə 1 çıx y-nin kvadratı. 2 olan yox. 2y-nin hər ikisi olan, amma məxrəcdə çıxması ilə. Baxaq görək, cavabımız bəli, sonuncudur, düzgündür.
320 nömrəli sual. Mən burada bir neçə dənə sualı izah edəcəm teorema ilə bağlı olan. Amma xatırladığım qədər mən aralıq imtahanlarında siz hazırlaşmanız üçün 350-yə qədər test sualı izah etmişdim və orada da demək olar ki, elə bu sualların əksəriyyəti var idi. Burada bu sualları müəyyən hissəyə qədər izah edib, daha sonra isə daha izahatı daha saxlayacağam. Arkosinüsün teoreməsi 1 bölünsün mənfi 1 çıx x kvadratı, yəni y üstü x kvadrat, o da y üstü 2x olar. Və y üstü x-in də teoreməsi ilə y üstü x olacaq. Mənfi ilə olan cavab. Budur sonuncusu düzgün cavabdır. İkinci tərtib teoreməsi soruşulur. Hasil funksiyası kimi baxıb birinci tərtib teoreməsini əvvəl alaq. Hasil kimi baxırıq. Mənfi x-in teoreməsi mənfi 1 kosinus x qaldı. Sonra üstə gələk. Birinci funksiya olduğu kimi qalır. İkinci funksiyanın teoreməsi mənfi sinus x olar. Və bu da bərabərdir. Mənfi kosinus x üstə gələk. X vurulsun sinus x. Bir dəfə də teorema alaq. İkinci tərtib teoreməni alaq. Mənfi kosinus x-in teoreməsi mənfi sinus olduğu üçün burada üstə gələk sinus x yaranır. Daha sonra birinci funksiyanın teoreməsi 1 vurulsun ikinci funksiya, üstə gələk, birinci funksiya vurulsun ikinci funksiyanın teoreməsi. Sinus x alındı 2 dənə. Sinus x plus x vurulsun kosinus x. Bu da cavabımız. Bu qeyri-aşkar funksiyaydı. Qeyri-aşkar funksiyada hamısını bir tərəfə gətirmək lazımdır. Çıx 4 bərabərdir 0. Çünki bu bizim əsas axtardığımız qeyri-aşkar funksiyadır. Fx, y-dir. Funksiyanın teoreməsini alanda düsturumuz belə idi. Qarşıda mənfi, sürətdə x-a görə teoremə, məxrəcdə isə y-ə görə teoremə. Alaq, mənfini saxlayıram yerində. 2x kvadratının teoreməsi 2x eləyər, y kvadratının teoreməsi isə 2y eləyər. Niyə ayrı-ayrı aldım? Çünki x-a görə teorema alıramsa, x-a dəyişən kimi baxıb, y-ə sabit kimi baxıram, y-in teoreməsi 0 olur. Y-ə görə teorema alanda isə y-ə dəyişən kimi baxıb, x-a görə x-a ədəd kimi baxırdınız, x-in teoreməsi 0 olurdu. İkilər ixtisar getdi və mənfi kök altı 2, müsbət kök altı 2-ni isə uyğun olaraq x-in və y-in qiymətində yerinə yazsaq, burada alınır kök altı 2 bölü kök altı 2, cavab da olur 1. 323 nömrəli sual belə funksiyanın teoreməsinin tərifidir. Bu teoremədir, yəni funksiyanın A nöqtəsində teoreməsinin tərifidir, yazılış qaydasıdır. Parametrik şəkildə verilmiş funksiyada y-in x-a görə teoreməsini alanda verilən funksiyanın y-in sürətə teoreməsini alarlar. B vurulsun sinusun teoreməsi kosinus t-dir. Məxrəcdə isə x-a görə verilmiş funksiyanın teoreməsini alarlar. A mənfi sinus t. B kosinus t. Məxrəcdə isə mənfi A sinus t. Kosinusun da sinusa nisbəti bizə verirdi nəyi? Arktangensi verirdi. Arc-kotangens, üzr istəyirəm, arkla yox, sadəcə kotangens. Kotangens t-ni verir. Kotangens t-ni, bəli, bu da cavabımız. 325 nömrəli sualda f ayrı funksiyadır, fi ayrı funksiyadır. F-in ayrıca teoreməsini alırıq. 1 bölü kosinus kvadratı x. X-a da 0 versək 1 bölü 1 bərabərdir 1-ə. Deməli, sürətimiz 1-dir. F-nin də ayrı funksiyasını alırıq. Ln x funksiyasının teoreməsi 1 bölü 1 minus x. Bir dənə də mürəkkəb funksiya olduğu kimi mötərizədən teorema alsaq mənfi 1 eləyər. X-a bu zaman 0 versəm, olar mənfi 1. Deməli, məxrəcimiz də oldu mənfi 1. Sürətdəki müsbət 1-i məxrəcdəki mənfi 1-ə bölsək, cavab eləyər mənfi 1. 326. Yenə də eyni qayda ilə fi ayrıca bir funksiyadır. Onun teoreməsini alaq. Bu eləyər 0 çıxılsın kosinus pi x bölü 2. Bir dənə də pi bölü 2 olacaq əmsal olaraq. Və x-a 1 versək, burada alınar mənfi pi bölü 2.
X-a 1 verəndə qalır kosinus pi bölü 2. Kosinus pi bölü 2-də nə alır? Kosinus 90-da 0 alır. Sürət oldu 0. Sürət 0-dırsa məxrəcin nə olmasının heç hesablamağa ehtiyac qalmır. Cavab elə 0-dır. Parabolanın x0 bərabər 3,5 nöqtəsindəki çəkilən toxunun apsixon müsbət istiqamətini hansı bucaq əmələ gətirir? Toxunanın tənliyi y bərabərdir kx plus b-dir və k bizdə burada funksiyanın törəməsidir. Funksiyanın törəməsinin verilən x0 nöqtəsindəki qiymətidir. Yəni tangens alfadır. Müsbət istiqamətdə axtardığımız bucağın həm də tangensi. Deməli, bir sözlə funksiyanın törəməsini almalıyam. 2x çıx 6. Verilən nöqtəni yerinə yazmalıyam. 2 vur 3,5 çıxılsın 6 bərabərdir 7 çıx 6 1 və baxmalıyam ki, bu hansı bucağın tangensini verir. Tangens alfa nə zaman 1 alır? 45 dərəcədə. Cavabımız olur 45 dərəcə. Bu yenə də bizim üçün funksiya artımının, arqument artımının nisbətinin, arqument artımının limiti sıfıra yaxınlaşanda qiymətinə biz demişik funksiyanın törəməsi. Yəni bu funksiyanın da törəməsi 2ax plus b-yə bərabərdir. Yəni bu ilə funksiyanın törəməsini tapın deyəcək verilən suala ekvivalent bir sualdır. Funksiyanın törəməsi, loqaritmanın törəməsi nəyə bərabərdir loqaritmin törəməsi? Loqaritmin a əsasdan b-nin törəməsi 1 bölünsün x-dır. Yəni burada x-in yerində sinus 2x dayanır. Vurulsun ln a. Ln a yəni 6. Mürəkkəb funksiya olduğu üçün sinusdan törəmə alsaq eləyər kosinus 2x. Hətta kosinusun özü də mürəkkəb funksiya olduğu üçün 2x-in da törəməsi bir dənə də 2 eləyər. Bir dənə də 2-yə vurduq. Bir dənə arzda sadələşdirmək olar bunu. Kosinusun sinusa nisbəti nəyə bərabərdir? Kosinusun sinusa nisbəti kotangensə bərabərdir. Kotangens 2x vurulsun 2 bölünsün ln 6. Belə bir ifadə tamamilə düzgündür. Bu sualların çoxusu mənə tanışdır ki, ola bilər ki, burada çox sual izah etmişəm. Kosinusun 10-cu qüvvətindən törəmə almalıyam. Törəməyə baxaq. Qüvvət funksiyası kimi baxsam, 10 gələr əvvələ, kosinusun qüvvətindən biri azalar, olar 9x bölü 2. Mürəkkəb funksiya olaraq baxsaq, kosinusun törəməsi mənfi sinus x bölü 2 və bir də burada x bölü 2 də özü əlavə olaraq mürəkkəb funksiya olduğu üçün onda törəməsi 1 bölək 2 eləyər, əmsal qalar. 10 ilə 2 ixtisar getsə, bizdə və mənfini də nəzər alsam, olacaq mənfi 5 sinus x bölü 2 və kosinus qüvvətində 9 x bölü 2. Harada var mənfisi ilə olan? Burada var cavab. 331 və buradan sonraki sualları demək olar ki, bu parametri, qeyri-aşkar, nisbət funksiyası, ikinci tərtib törəmələr. Burada mən çox funksiyaları əvvəllərdə izah etmişəm. Diferensiyala aid sual izah etmişəm sizə. Yəni burada çox izahlarım var. Bunların hamısına baxa bilərsiniz. Artıq bunları izah etməyəcəm. Sonuncu videoda, bax bu ən sonuncu videoda izah etdiyim ən sonuncu videodur. Hansı videoda, hansı sualda sualınız varsa, altında kommentariyada yaza bilərsiniz və mən ümumiləşmiş bir videoda sizə onları izah edərəm və yaxud da verdiyiniz kommentariyanın altında onu cavablandıra bilərəm. Məsələn, 216 nömrəli burada sual var idi. Tələbələrdən biri sual olaraq yazmışdı. 216-dakı müəllimə mənfi 2-ni niyə parçaya daxil etmişsiniz? Səhv etmirəmsə belə bir sual idi. Axı o nöqtəyə daxil deyil. Çatım ora. 216 və belə bir sual dəqiq yadımdadır. 216 olmalıydı. Bunların hamısının həllini üstündə yadda saxlamışam bu PDF-i. Sonra sizə göndərə bilərəm. Budur sual. Baxın. Burada alırıq ki, biz parçada ən böyük, ən kiçik qiymətlərini yoxlayanda uc nöqtələrdəki qiymətləri yerinə yazırıq. Birinci, yəni sıfırdakı qiyməti yazmışdıq, 1 almışdıq.
3-dəki qiyməti yerinə yazıb 10 almışdıq. 10 və 1, 2 dənə qiymətimiz var. Sonra teoremi almışdıq burada. Teoremədə kökü x bərabər 1 olaraq tapmışdıq. X bərabər 1 bu parçaya daxildir. Və x bərabər 1-i ifadədə, funksiyada yerinə yazanda biz funksiyanın qiymətini -2 almışıq. Amma tələbə soruşur ki, -2 bu parçaya daxil deyil, niyə -2-ni götürürsünüz? -2 funksiyanın qiymətidir. F-in qiymətidir. F-ə x bərabər 1 verəndə aldığımız qiymətdir. Bizə lazım olan odur ki, bu 1 bu parçaya daxildir. Biz x-i yoxlayırıq axı həmişə parçada. Və ona görə də ən böyük, ən kiçik qiymətlərini soruşanda ən kiçik qiymət -2, ən böyük funksiyanın qiyməti isə 10-dur və bunların da cəmi 8 vermişdi. Və yenə də hansısa bir videoya baxanda, hansısa bir testlə bağlı sualınız varsa, o videonun altında kommentariya olaraq yazarsınız, mən sizə izahat verəcəm. Hamınıza uğurlar.